Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ve barak ala nebine Muhammed ve ala alihi ve sahbihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi teala ve berekatuhu. Yəqin ki, belə bir ifadə ilə çoxunuz tanışdınız. Yəni, nəfəxatur rəhmət, rəhmət, nəfəxatur rəhmət. Yəni, rəhmət küləkləri, yeli. Bu ifadələr hədis şəriflərdə varid olub. Yəni, Allah Subhanahu Teala'nın nəfəxatur rəhmət deyilən bir, yəni, içi rəhmət dolu olan küləkləri var. Onlar əsir. Onların mövsumları var. Onların ən çox əsdiyi mövsum sizin içində olduğunuz bu mübarək Şəhr-i Ramazanəl-ləzi unzilə fihil Qur'an. Qur'an nazil olan Ramazan ayıdır. Baxın qardaşlar, bir qardaşınızın sözü olmuşkən deyir ki, Subhanallah, bu çox qəribə aydır. Bu ayda mən günah eləyə bilmirəm. Allah-u Akbar, nə deyir qardaşınız? Bu ayda mən günah eləyə bilmirəm. Bu ayda mən mələkləşirəm. Bu ay necə qəribə aydır. Necə də olmasın, günəş batmaqla Ramazan ayının ilk girən məğribində günəş batmaqla suffidəti şeyatin. Digər rivayətdə sulsiləti şeyatin. Şeytanlara həm qandallar vurulur, həm zəncirlər. Qandal adətən əldən vurulur, edirmi? Təsəvvürün, qandal adətən necə vurulur? İnsan, yəni artıq hərəkəti məhdudlaşır, düzdürmü? Yəni, şəhr Ramazan ayı gəlməklə suffidəti şeyatin, şeytanlar qandallanır. Digər rivayətdə və sulsiləti şeyatin, zəncirlənir, ayaqlarındandır. Və mərədətil cin, nəhəng cinlər də həmçinin. Təsəvvürləyin, bu birinci fürsət. Siz fikir verirsiniz, bu ayda vəsvəsə çox zəifdir. Hiss eləmişsiniz onu. Çox zəifdir. Sanki vəsvəsənin taqəti gücü yoxdur. Allah-u Akbar. Və bu ayın ilk məğribindən günəş batmaqla bir carçı göyə qalxır. O mələkdir. Məxsus bir carçıdır ki, o yalnız Ramazanda olur. Başqa heç vaxt olmur, vallahi aləm. Mələk hər Ramazanın gecəsində, ta Ramazan bitənə kimi deyir ki, Yə bəğiyəl xeyri əqbil. Ey yaxşı işlər görmək istəyən, tələs. Və yə bəğiyəl şərri əqsir. Əqsir, bəsdir, kifayətdir, tərk elə getsin. Ey nəsə pis iş görmək istəyən, kifayətdir, bəsdir. Əl çək, əl çək deyir. Yaxşı, bu mələk hər axşam, hər gecə göyə qalxır və car çəkir. Onun səsinə eşidirik, alimlər sual verir ki, şagirdlərinə, mələk car çəkir. Amma onun səsini biz eşitmirik. O zaman onun car çəkməyinin hikməti nədir? Alimlər deyir ki, onun səsini biz birbaşa ruhumuzda, qəlbimizdə eşidirik. Neynə? Biz görürsünüz, heç vaxt qıla bilmədiyinizi siz Ramazanda qılırsınız. Düzdürmü? Heç vaxt oxuyamadığınız Quranı Ramazanda oxuyursunuz. Düzdürmü? Yəni, qəflətə və lağlağıya yer ayırmasanız, imanın dadını məhz bu ayda, əməli başda, səmərəsi ilə qarışıq, siz hiss edirsiniz. Və görürsən ki, qeyri-Ramazan ayında bir cüz oxuya bilməyən insan, bu ayda 500 oxuyur üzündən. Düzdürmü? Subhanallah. Bir tərəfdən carçı çağırır. Bir tərəfdən şeytanlara həm zəncirlər, həm qandallar taxılıb. Digər tərəfdən və futtihət əbvabul cənnə və gulliqat əbvabun nar. Və deyir, cənnət qapıları tay başı tay açılır. Subhanallah, bu nəfəxat-ül rəhmətdir, rəhmət küləkləridir. Cənnət qapıları açılır və sakinlərini sanki çağırır. Hə? Tələsin, hə? Həmçinin rivayətlərdə gəlib ki, və cənnət bəzədilər. Ramazanda cənnət bəzədilər. Nə ilə bəzənilir? Havqalə, la havlə və la quvvətə ilə billəh, və təsbihət, subhanallah, bihamdi, subhanallah azim, və təhlil, və təkbir, elhamdülillah, və Allahu Akbar, zikirlər və s. Nə ilə bəzənir? Kəfrətül Qur'an, qiraətül Qur'an və tilavətuh. Quran-ı Kərim çox oxumanı, cənnət, zaten cənnətin sərvəti, xəzinələri bunlardır. Allah Nəbisi sallallahu aleyhi ve sellem sizə bol-bol zikirlər tərk edib gedib, elə deyilmi?
Bol bol zikirler. Niye göre? Bunlar cennetin ekinleridir kardeşler. Kayda götürün. Yani Ediyet-i Nebeviyye Peygamber sallallahu aleyhi ve sellemin mübarek sünne hazinesinden bize miras kalmış dualar cennetin ekinleridir. Onları elemekle sen cennetinde hüzün hisselemeden burada saray tikirsen. Burada başka saray tikirsen. Hem o zikirleri elemekle. Burada ağaçlar ekirsen. Burada ne bileyim çaylar akıdırsan. Yani cennet bina olur. Bina olur. Onun binası nedir? Fəhlələrdir? Yok. Onun binası nedir? Her hansı bir şirketlerdir? Yok. Məhz bu Ed'iyye-en-Nebeviyye vel-Ezkar-en-Nebeviyye sallallahu aleyhi ve sellem, yani Peygamber sallallahu aleyhi ve sellem'den bize miras kalmış mübarek, bu mübarek dualar, zikirler senin cennetini bina edir. Bir ki ve gullikatil ebvabun nar. Ramazan girmekle cennet kapıları taybatay açılar ve cehennem kapıları da demedi uglikat. Var uglikat. Var gullikat. Gullikat min siyagil mübalağa. Yani bunlar dalbadal bağlanır. Hamısı cehennem kapıları bağlanır. Biz bunu dərk eləmirik. Çünkü görmürük. Ama qəbirdə yatanda bunu dərk eləyəcək. Bunu hiss eləyəcək. Bunu görəcək. Subhanallah, hətta qəbir əhli Ramazan ayını hiss eləyir. Çünkü cehennem kapıları bağlanır. Təsir var. Cennet kapıları bağlanır. Təsir var. Subhanallah. Bu ay o kadar mübarektir, o kadar güzeldir ki selefler temenna ederdiler ki onların bütün ayları Ramazan kim olaydı. Subhanallah. Yani insan hem bir şey arzuluyur da söhbət mümindən gedir ki, ya Rab, ha vaxt mən sənin dostun olacağım. Həqiqətən bezdim, yoruldum. Zahirdə sənin dostun, batində də sənin düşmən olmaqdan bezdim, yoruldum. Nə qədər olar bu asilik, ya Rab? Bu nəfsim niyə məndən güclüdür? Bu ayda tərsinədir. Bu ayda müminler hamısı Allah'ın dostu olur. Zahirde de batinde de. Yoksa öyle değil. Hamını iç dünyasına, üst dünyasına yenileşir. Buna göre selefler temenni ederler ki bütün aylar Ramazan ayı kim olsun. Düzdü mü? Subhanallah. Hatta Ramazan'da düşünürsen ki ya Rab, Ramazan bitenden sonra onların qandalları kopacak. Zincirleri sınacak. Vay mənim halma. Görmənin ne gözdür. Hakikaten yani salihler Ramazan'ın getmesinden korkardılar. Ramazan gedenden sonra zamanet kapsılları sanki zamanet gelir. Sanki yani sen fitneyle üzböz kalırsan. Ona göre kardeşler tövsiyem öz nefsime ve size Ramazan'da dualara çok fikir verin. Duaları çok aldın. Hüsnül hatime isteyin Allah'tan. Sabitli isteyin. Sabitli isteyin. Yani indiden bu Ramazan'dan diğer Ramazan arasında garantinizi alın. Yani Allahümme bellighna Ramazan, min Ramazan ila Ramazan. Seleflerin meşhur dualarından Allahümme aid aleyna Ramazana adiden ve ezmineten medide ve nahnu bis sıhhati ve selameti vel emni vel eman. Meşhur dualarından ey Rabbim Ramazan'ı bize her defa qaytar tezden. Yani bizi nöbeti Ramazanlara ulaştır, çarptır. Adiden ve ezmineten medide. Ve biz bu Ramazanlarda sihet ve selamet ve iman üzerinde olaq. Çünkü iraq olsun, iyazın billah buradakilara ve hiçbir mümin kardeş ve bacıma Allah göstermesin. Ola bilsin Ramazan gelsin. Ama Ramazan gelende seni mümin kim tapasın, kafir kim tapsın? Faydası var o Ramazanın senin için gelmeye? Yoktu. Ramazan qayıdır. Ama seni tapmayıp, sen artık müminler sırasında değilsin. Vallahi kardeşler, insanlar tanıyorum. Bizle beraber teravih kılardılar. Ramazan orucu tutardılar. Hal-hazırda deistler. Vallahi tanıyıram. Deist, kafir. Allah inkar edir. Peygamberine dil uzadır sallallahu aleyhi ve sellem. Vallahi. Yani onu Allah'tan sabiti isteyin. Allah'tan sabiti isteyin. Ve bu Ramazan böyle fırsatты. Duaları çoxaldın. Allah xüsus Qədir gecesinde. O gece her bir dua için melek nazil olar. Duanı götürüp aparar. Dualarınızı çoxaldın. Əla xüsus hüsnəl xatimə və səbət aləd-din. Dində sabit olmaq ve güzel xatimə üçün möhkəm dua isteyin. Möhkəm. Ramazanın her geceleri. Sonra bir şey size hatırladım. Bir rivayet var. O rivayet insanlar arasında çok meşhurlaşıb. Ama o rivayetin isnadı zayıftır. Ve meşhurlaşan rivayet odur. Nedir? Ramazanın ilk 10 günü rəhmət, orta 10 günü mağfirat, bağışlanma ve ahir 10 günü nedir? Əl-itqu minən-nar. Düzdür, hədisin mənbəyi var.
hədis rivayet olunub, hədis kimi gəlib, hədis kitablarında. Amma alə təhqiq, yəni araşdırmalar göstərir ki, muhaqqiq alimlər deyir ki, bu hədis zəifdir. Və bundan da səhih olan hədisə müxalifdir. Səhih olan hədislər nədir? Ramazanın 30 günün hamısı fihi nəfəxatur rəhmət. Hamısı elədir. Hamısı içində rəhmə və məğfirə və etqi minənnar. Üçü birləndir. Hər günündə və hər gecəsində. Və hətta bir rivayətə gəlir ki, lillahi fi kulli leylətihə. Bu ayın hər bir gecəsində Allah-u Teala'nın cəhənnəmdən azad etdiyi kəslər var. Yəni siyahı var. Allah Teala baxır ki, gün ərzində qulum Abdullah nətər özünü apardı oruçlu ikən. Həlkənə yaxsxab, necə hədisdə gəlib ki, kim bunu etməzsə, onu etməzsə, orucu düzgün sayılar. Edərsə ona yalnız aclıq və susuzluq qalar. Gəlmir hədislərdə. Qışqırmaz, bağırmaz, yumruq atmaz, döyməz. Kim ona əl uzatmaq istəyəndə, qali inni saim, deyər mən orucam, toxunma mənə. Toxunmazlığı təmin olunub bir başqa ilahi tərəfindən. Yəni bu hüdudları qorudu mu? Yəni subhanallah, elə deyilmi? Və elə bir oruç tutmasın ki, bu oruç onun üçün yalnız aclıq və susuzluqdan başqa bir şey saxlamasın. Elə bir oruç tutsun ki, bu oruç ona fayda versin. Qardaşlar, orucun biz həqiqətən əksəriyyətimiz incimində mahiyyətini, onun fəzilətini dərk eləmirik. İnşallah, əgər onu haqqı ilə tutsaq, onun tam mahiyyətini dərk eləyəcək tərəzinin yanında duranda. Deyən nə üçün? İmam Əl-Buxarinin Cami-əs Sahihdə çox gözəl bir hədisi vardır. Əbu Hureyra ravidir. Buyurur ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, kullu amel ibn Adem lehu illas-siyam. Adem evlatlarının bütün əməlləri onun özü üçündür. Yalnız oruçlar. Allah Teala buyurur, hadis kudüsüdür. Kullu amel ibn Adem lehu illas-siyam. Adem evlatlarının bütün əməlləri olan özü üçündür. Yalnız oruçlar istisna. Fe innehu li. Allah buyurur Subhanahu ve Teala. Yalnız oruç o mənimdir. Ve ene eczi bih. Onun mükafatını özüm sağlamışam. Özüme sağlamışam. Özüm vereceğim. Mükafatı nədir? Kim deyə bilər? Mükafatı təyin olunmayıb. Təyin olunmayıb. Mükafatı bilinmir. Bəzi alimlər bu qənaətə gəldilər. Allah haqqında xoş sən olaraq. Dedi, ola bilsin ki, bir qiyamət günü bir bəndə tərəzin yanına gəlsin. Göstərsinlər əməllərini, maşallah, 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 6 milyard həsənət, savab. Günahları 7 milyard yarım. O da girməlidir. Günah çoxdur. Neyniyək? Alimlər deyir ki, Allah Teala bəzi əməllər ki var, onun savabı təyin olmayıb, onları axıra saxlayacaq. Və deyəcək ki, qulumun nəyi var? Deyəcəklər ki, qulumun orucu var. Gətirin. Tərəziyə qoyun. O qədər ağırlaşdırsın ki, ta ki onu oddan qutarana kimi. Çünki savabı təyin olunmayıb. Yəni biz günləri az qalmışıq da, hə? Susuz qalmışıq, düzdürmü? Allah canımız qurmar. O susuz nə var ki, az qalmaq. Cəmaat şəhid olur Allah yolunda. Elə deyil, canlı, ruhunu, bədəni, malını, hər şeyini verir. Nə olub ki, susuz qalmışsan, ondan da gözəl sularla təmin olmuşsan günəş batırından sonra. Az qalmışsan, ondan da gözəl tamamlara əlin ulaşıb, elə deyilmi? Amma əvəzinə görə mükafat nə qədər böyükdür, əzəmətli bir mükafatdır. Həmçinin bu ay səbir ayıdır və orucun da isimlərindən əs-sabr və ayın da isimlərindən şəhrus-sabr. Allah Subhanahu həmçinin buyurur ki, İnnəmə yuvaffas-sabirun ecrahum bighayri hisab. Şübhəsiz ki, səbr edənlərin mükafatı təyin olunmamışdır. İnnəmə yuvaffas-sabirun ecrahum bighayri hisab. Səbr edənlərin mükafatları təyin olmamışdır. Yəni onlara mükafat sonsuz qədər veriləcəkdir. Qiyamət günü onlar başını qaldırıb qəsrlər görəcəklər. Deyəcəklər, bu hansı peyğəmbərlərin qəsrləridir? Bu kimin mükafatıdır? Cavabında bu səbr edənlərin mükafatıdır. Onların məqamını hətta peyğəmbərlər qibt eləyəcəklər. Bunlar dünyada ikən həyatı olmayan insanlardır ki, səbr edib, şükür edib və sabit qalıb ölüblər. Ona görə, yəni burada bir təsəlli var. O bacı ki, misal üçün, xərçin xəstəsidir, illərlə həm yoxsuldur, həm kasıbdır, həm ər onu boşub gedib, həm uşaqlarını qalıb, həm uşaqlar tökülüb belə qalıb, həyatı belə dözülməz. İnnəmə yuvaffas-sabirun ecrahum bighayri hisab. Şübhəsiz ki, səbr edənlərin mükafatı hesabsız veriləcəkdir. Həmçinin və cəzahum bimə sabaru cənnətən və harira. Onlara qapıdan girəndə, digər ayət-i kərimədə və sələmun aleykum bimə sabartum fe ni'mə uqbəddar. Qapıdan girəndə mələklər onlara deyəcək ki, sələmun aleykum.
Merhaba, hoş geldiniz. Selamun aleyküm. Allah'ın selamı üzerinize olsun. Bu ne güzel bir diyardır. Sabrettiğinize göre dahil olun. Fikirlerin sabre bağladı. Həmçinin və cəzahum bimə sabaru cenneten və harira, onlara ipəkdən libaslar giyindiriləcək cennetin qapısına girəndə. Cəzahum, mükafatları onların bimə sabaru, səbr etdiklərinə görə. Və bu ay səbr ayıdır. Susuzdan yanıram, eve gəlmişəm, kim görəcək ki, evdə bir bardaq su var, ya səbr ayıdır. Bəs bu ay təqva ayıdır. Baxın kitab əhlinə, subhanallah. Oruç tuturlar, amma oruçları batil. İnnə dinə indəllahil İslam. Allah qatında İslamdan başqa bir din işləmir. Qəbul deyil. Oruç tuturlar. Əziyyət çəkirlər, amma qəbul olunmur. Görün, subhanallah, biz necə bir nimət içindəyik. Biz əzəmətli bir aydayıq. Bu ayın qədrini bilək. Və orucu bəziyin. Bol-bol Quran oxumaqla, təsbihat eləməklə, zikr eləməklə, qışqırmaqla yox, bağırmaqla yox, dav eləməklə yox, PlayStation oynamaqla yox, iqra oynamaqla yox, bütün gün telefonda və kompüter başında keçirməklə yox, şeytan aldadır. Əziz, gözəl körpə balalarımız, əziz balaca qardaşlarımız, 30 il bundan qabaq biz də sizin kimi kiçik uşaqlar idik, amma biz sizdən xoşbəxt idik, inciməyin. Çünki bizim zamanımızda nə bu əl telefonları yox idi, nə onun içindəki iqralar yox idi, nə PlayStation yox idi, Azərbaycan gəlib çıxmışmamışdı. Biz Ramazan yaşayırdıq. 15 yaşında, 16-17 yaşında. Bizim yaşadığımız Ramazanı siz yaşaya bilmirsiniz. Həqiqətən siz fitnə zamandasınız. Həqiqətən siz fitnə zamandasınız. Yəni sizin Ramazanınızı şeytan çox oğuruyur məharətlə. Saatlarla vaxtınız keçir harada? Yəni iqralarda keçir. Məhdudiyyət qoyun. Demirik ki, qadağandır. Haram da eləmirik. Sadəcə onlara Ramazan orucunu qoru. Ramazan orucunu qoru. Eyb yox. Orucu bitərəndən sonra belə canının qurdunu öldürməkdən ötürü 30 dəqiqə oynaya bilərsən. Ta səhərdən axşama kimi Quran-ı Kərim qalıb orada və həmçinin hədislərdə gəlib ki, qiyamət günü Quran gələcəkdir. Necə gələcəkdir? Nə cür gələcəkdir? Qiyamət günü görəcəksən və danışacaqdır. Allah Teala ona nitq qabiliyyəti verəcəkdir. Quran qiyamət günü şikayət edəcəkdir. Və həmçinin oruc gələcəkdir. Necə gələcəkdir? İnsan surətində, məxluq surətində bilmirik. Danışacaqdır. Allah-u Teala ona nitq qabiliyyəti verəcək. Bunlar lehimizə ya da əleyhimizə şahid kimi gələcəkdir. Rivayətlərdə oruc deyəcək ki, ey Rabbim, mən bu qulu şəhvətindən mən etdim sənin üçün. Məna'tuhu min şəhvətihi fikə. Yəni halala da yaxınlaşmadı. Harama da yaxınlaşmadı. Və şəffi'ni fih. Eləsə mənim şəfaatimi qəbul elə, ya Rab, mən gəlmişəm onu cənnətə varmağa. Sənin orucun sənin dostundur, ya düşmənindir qiyamət günü, bunu bil. Gələcək sənə şəfaat eləməyə. Quran-ı Kərim gələcək, həmin hədislərdə deyir ki, Məna'tuhu min nəvmi və rahatih. Ey Rabbim, onun rahatından və yuxusundan mən etdim. Yəni qalxırdı, təravih qılırdı, qalxırdı, təhəccüd qılırdı və Kəbəyə gedənlər bunu yaşayıb. Bütün gecən orada qalxırsan namaza, gecələr yatmırsan. Quran gələcək deyəcək ki, ey Rabbim, gəlmişəm onu cəhənnəmdən qurtarmaq üçün səndən almağa şəfaət eləmək. Və şəffi'ni fih. Və bu şeyləri biz qazanmalıyıq. Həmçini şəhr Ramazan, Ramazan ayda. Ya bizim lehimizə şahid olacaq, ya bizim əleyhimizə şahid olacaq. Allah Subhanahu teala bizi məhrumlardan və bədbəxtlərdən eləməsin, xatiməmizi gözəl eləsin və bizi bağışlayan qullarına eləsin. Həmin o rivayətə qayıdıram, mövzudan çıxmamışdan qabaq. Səhih rivayət nədir? وَلِلَّهِ فِي كُلِّ لِيلَتِهَا عُتَقَى. Allah Teala'nın Ramazanın hər gecəsində cəhənnəmdən azad etdiyi qullar var. Hər gecəsində. Deməli, Ramazanın hər günü, hər gecəsi rəhmətli, məğfirətli və hər gecəsi nədir? Cəhənnəmdən azad etdiyi qulların siyahısı var. Çalış o siyahının içərisinə bu Ramazan düş. Ola bilsin ki, gələn Ramazana çatmayasan. Bu Ramazan düş, ola bilsin ki, yazın billah gələn Ramazan sənə çatmasın. Necə o bayaqki insanın misalı kimi. Ramazan gəldi, amma insan dində deyildi, yazın billah. Və özünü indən, oddan azad elə Allahın lütfündən yalvararaq, istəyərək də ki, o bir dəfəlik azad olmaqdır. İndi azad oldun, bir də axıra kimi artıq məsələ həll olundu. Amma bilmirsən, yəni ha vaxt oldu. Çalışın, yəni bir birri və silati, yəni yaxşılıq eləməklə qohum qonşuya, əqrabaya
və salih işləri çoğaltmaqla bunu əldə eləyin. Hədə və sallallahu və səllim və bərik alə nəbiyyə Muhammed və alə alihi və sahbi ecmaîn.